gəlmisiniz doktor. İlk öncə istəyərdim, belə deyək, birinci başlayaq peşənizdən. Afaq xanım, çox təşəkkür edirəm dəvətinizə görə. Sizi bilirsiniz ki, çox sevirəm. Qarşılıqlı. Peşəm haqqında deyim, mən doktor Hamısayeva, Kəlbəcərdə doğulmuşam, boya başa çatmışam. Uzun illər Kəlbəcər həsrəti ilə bugünkü günə qədər gəlib çatmışam. Kəlbəcərdə 1 nömrəli orta məktəbi bitirmişəm. Daha sonra 1994-cü ildə daxil olmuşam Azərbaycan Dövlət Tibb Universitetinə. 2000-ci ildə isə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişəm. Və müalicə profilaktika fakültəsini bitirmişəm. İlkin olaraq yəni bir həkim terapevt kimi fəaliyyətə başlamışam. Həm dövlət xəstəxanasında, həm özəl xəstəxanalarda çalışmışam. Və eyni zamanda da qeyd edim ki, o vaxt artıq Kəlbəcər yox idi. Tibb Universitetinə artıq biz qaçqın kimi mən daxil olmuşdum. Tələbəliyimdə elə qaçqın köçkün həyatı ilə başlayıb. Məcburi köçkün. Bəli, məcburi köçkün və şükürlər olsun ki, bugün Azərbaycanda məcburi köçkün və qaçqın yoxdur. Azad Kəlbəcər, Azad Qarabağımız bugün bizi daha çox işlər görməyə vadar etdi. Və ona görə də bugün sizlə suallarınıza cavab verməyə, ətraflı cavab verməyə çalışacağam. İnşallah. Kəlbəcər demişkən, Kəlbəcərdə böyümək necə idi? Kəlbəcəri necə xatırlayırsınız? Uşaqlığınızı, o dönəminiz var idi, instituta daxil olana qədərki dövr. Necə xatırlayırsınız? Kəlbəcərdə böyümüşəm. Kəlbəcərin dağlarında, o gözəl dağlarda və uşaqlığım da təbiətin qoynunda keçib. Orada hər bulağın, hər demək, hər daşın, hər belə təbiətə aid olan hər gözəlliyin özünün adı var. Hər nəfəsin özünün adı var, hər çiçəyin öz adı var, hər bulağın öz adı var, hər daşın, hər yarpağın öz adı var. Və bizdən də böyüklər bizə Kəlbəcəri bir belə deyim, təbiət kimi yox, Allahın yaratdığı bir gözəllik mənbəyi və eyni zamanda şəfa mənbəyi kimi təqdim ediblər. Və qeyd edim ki, mənim doğulduğum ailədə elə şəfa ailəsi olubdu. Və mən də 10 nəsillik şəfa ailəsinin bir nümayəndəsi kimi hər zaman bir var vətən, bir var böyüyəsən vətəndə, bir vətəndaş kimi, bir də böyüyəsən vətəndə, axtarasan onun gülü, çiçəyi, onun torpağı, hansı şəfanı verəcək, insanlara nə edəcəksən, necə xidmət edəcəksən. Bir var sən körpə yaşından bunu yaşayasan, bu xidməti özün üçün seçəsən ki, mən böyüyəndə bax bu xidmətləri insanlara çatdıracağam, bu şəfanı insanlara verəcəm. Bir də var bir elm kimi bir yol seçəsən, deyəsən həkim olub insanlara xidmət edəcəm. Həkim kimi də və şəfaçı nəslinin bir nümayəndəsi kimi də müqayisə edəndə baxdım ki, bunların arasında çox böyük fərq var. Gərək ki, insan sevdiyi peşəsinə gələn zaman o peşəyə xidmət etməyi bacarsın. O peşəyə xidmət eləmək insanların özünə o sahədə gözəl xidmət eləmək deməkdir. Ona görə də bu günümdən çox razıyam ki, yəni şükürlər olsun ki, bu günə qədər gəlib çatmışıq və minlərlə xəstənin şükürlər olsun ki, o sevincini görəndə, əvvəli və sonrası o nəticələri görəndə başa düşürəm ki, bu tək həkimlik məsələsi deyil. Yəni Tibb Universitetini mən tək kitablardan oxumadım, o bilgiləri kitablardan oxumadım. Ailədən ailəyə keçən, tərəfimizdən qorunub saxlanan və mənim böyüklərim tərəfindən qorunub saxlanan, bugünkü gündə isə klinikamızda istifadə elədiyimiz xalq təbabətindən gələn və hansı ki, qədim Azərbaycan təbabətinə aid etdiyim spiker kimi, beynəlxalq spiker kimi hələ Qarabağ torpaqları işğal altında olarkən nəticələrimi Qarabağın xalq təbabətindən gələn nəticələr kimi yəni təqdim etməyim, bunların hamısı yəni vətənə bağlılıqdan gəldi. Yəni öz nəslimizə, öz kökümüzdə olan bu müalicə metodikalarını elmi müstəvidə təsdiqlənmək nöqteyi nəzərindən. Bax, oradan doğuldu o arzular.
İlk təcrübənizi kimdən aldınız? Yəni ailə üzvü dediyiniz, yəni mənim bildiyim bibinizdir. Bəli, mən Necə oldu? Bax məsəl üçün ondan belə deyək də, yəni bir insanın hansısa tərəfə bir yönəlməyi var. Yəni, sevdiyi bir peşə ola bilər və yaxud da məsələn siz seçmisiniz tibbi, düzdür? Tibbin məsələn elmi tərəfindən də gedə bilərdiniz, amma bibinizdən yararlanmaq necə başladı? Necə oldu ki, yəni siz bunu seçdiniz və sizə faydası oldu bunun? bibim Güllü ana. Güllü ana Kəlbəcərdə tanınan, bilinən Milli kəndində ailə qurub orada yaşamış bir insandır. 96 yaşında dünyasını dəyişib və əlləri rentgen qadın olub. Belə adlandırılıb. Yəni toxunduğu insanlara problemlərini əlləri ilə çözən o vaxtı məsələn sonsuzluqla mamaça deyirlər, hadıq deyirlər, belə müəyyən adlar Türkiyə çarə bilicisi olubdu. Əlbəttə ki, mən tibb universitetini oxuyanda da mənim qrup yoldaşlarımla da danışanda həmişə düşünürdüm və danışırdım onlarla. Deyirdim ki, həkim olsam da kimyəvi dərmanlarına müalicə etməyəcəm. Və mənə sual verilib, və sən nəyinə müalicə eləyəcəksən? Deyirdim, təbiətlə. Və əlbəttə ki, indi o vaxt bizim 19-20 yaşında uşaqlar və yaxud da ki, heç kəs ağlına ala bilmirdi ki, necə yəni ciddi qəbul olunmurdu. Mən düşünürdüm ki, indi mən həkiməm, başqa bir xülyalarım var idi. Bəlkə başqa bir sahədə, düzdür, dərmanlarla yox, amma bilmirdim nədir. Amma bilmirdim ki, Türkiyə çarə yenidən bibimdən gələn bir missiya olacaq ki, bir zaman mən həyata keçirəcəm və həkimin əlləri ilə xəstəliyi müalicə edə bilən bir sahə varmış. O vaxtda biz bunu bilmirdik. Və məhz topladığım həm nəsildən gələn o qorunub saxlanılan reseptlərlə, həm artıq xəstələri ki, müalicə edirdim. Onu da qeyd edim ki, tələbə olan zaman qonum, qonşu, insanlar bir yerdə artıq bilirsiniz necə, biri var həkim kimi, bir də var ki, həkimə bəlkə bir ciddi baxırdılar, amma bu yaxın kimi. Bu mənə kömək eləyəcək. Mənə o vaxtı balaca bu otağın yarısı qədər bir kabinet elə bir ki, özləri kiçik bir otaq hazırladılar. Ki onlar mənə dəstək oldular ki, onu hazırla və mən orada illərlə, yəni tələbəlik dövrümdə və tələbəlik dövrümdən hətta sonra belə əllərinə müalicə etdim və bir zaman artıq bildim ki, osteopatiya deyilən bir metodika var ki, bu həkimin əlləri ilə müalicə etməsi deməkdir. Osteopatiyada Amerika proqramıdır. Amerikan alimi Stil tərəfindən yaradılıbdır. Deməli, cərrah, Amerikan cərrahı ömrünün sonlarına yaxın cərrah olubdur. Əlindəki alətləri kənara qoyub, deyib insan əlləri ilə müalicə edə bilər. Doktor, həkim əlləri ilə müalicə edə bilər. Məhz mənə bu arzu ilə artıq mənə bir qapılar açıldı. Maraqlandım ki, harda əlləri ilə müalicə edə bilən həkimlər var. Bir var Türkiyə çarə, bir də əlləri ilə müalicə edən həkimlər var. O artıq mənim maraq dairəmə çevrildi. O mənim hədəfimə çevrildi. Və beləliklə, yetər ki sən istə, yetər ki sən xidmət etməyi istə, insanlara yaxşılıq eləməyi istə, Allah mütləq ki bir qapı açacaq və Allah o qapını mənə açdı. Maşallah. Doktor, ilk təcrübəniz yadınızdadır? Yəni ilk uğurunuz da demək olar. Məsəl üçün kiminsə üzərində, yəni özünüz bilmədən o deyirsiz, məsəl üçün deyirdilər mənə ki, əlini çək, məsəl üçün şəfadır ya nədirsə. O insanların arasında ilk təcrübəniz və ilk uğurunuz hansı ki sizi təəccübləndirib? Yadınızdadır o adam? Əslində çox idi o vaxta qədər ki, tələbəlik dövründə uğurlarım çox idi. Yəni o qonum, qonşu gəlirdi, yenə deyirəm. Əlimdən gələni eləyirdim, amma bir dəfə bir pasiyentim Emin adında bir oğlan, yəni hal-hazırda qeyri-spesifik yaralı kolitlə gəlmişdi. Yəni oğlan bizə daxil olanda buradan onu salamlayıram. O indi həyatında deyir, həyata məni anam gətirdi, amma siz mənim ikinci anamsınız deyir. Müəyyən bir vaxt biz görüşməsək də və buradan onu salamlayıram. Bəzən olur ki, onun WhatsApp yəni statuslarında görürəm və çox sağlam bir insan kimi görürəm. Məni çox sevindirir o həqiqətən. Qeyri-spesifik yaralı kolit. Gündə 20-30 dəfə qan ishalı. Yəni anası ilə gəlmişdi və
elə bir vəziyyətdə həm dayısı, həm anası ilə gəlmişdi. O da Qarabağ bölgələrindən birindən idi. Və ona deyilmişdi ki, bunun yalnız bir dənə kimyəvi dərman qəbul eləməlidir. O kimyəvi dərmanı qəbul edə yenə də eyni problemi yaşayırdı. O mənə gəldi, bir həftə müddətində biz bibimlə mənə, o necə deyirlər, öyrəndiyim, əlbəttə ki, bir tələbə idim o vaxtı, ailədə gördüyümüz. Amma ki, hansı ki bilirdim ki, bunların köməyi var, çünki biz artıq 3-cü kursdan yuxarı biz farmakologiyanı keçmişdik. İstifadə etdiyim dərmanları bilirdim ki, dərman maddələrinə aiddir və düşünülmədən etdiyim bir şey deyildi. Yəni baxırdım ki, götürdüyüm dərman, istifadə etdiyim otlar hamısı Vidal kitab var idi, oradan oxuyurdu. Rusiyanın gözəl bir kitabı idi. Baxırdım, araşdırırdım, belə tərkiblərinə baxırdım ki, aha bu dərman bitkilərinə aiddir. Yəni onun orada dozaları olur, onun orada tərkibləri olur, onun heç bir görürsən kimyəvi tərkibi. Yəni araşdıraraq oradan vasitələr hazırladım və oğlana verdim. Bir il müddətində onun qanla olan problemləri bitdi, qurtardı. Və zaman keçdi ki, artıq o dərmandan tamamilə xilas oldu. Daha sonra tibbin bütün sahələrində gördüm ki, bunların etmək, tətbiq eləmək mümkündür. Xəstəliklərin çoxunda bunlara mümkündür. Yadımda qalan həmin o oğlandır, amma davamlı olaraq çox oldu. Yəni kardiologiyada məsələn pasient var idi. Yəni bugünkü gündə bəlkə də biraz fərqli səslənər. Deməli ürəyində обширный infarkt keçirmişdi. O vaxtı da mən işləyirdim 5 nömrəli xəstəxanada gecə reanimasiyada. Orada subordinator kimi işləyirdim. Yəni tələbələrə elə belə bir şərait yaradılırdı. Mən orada yenə də baxırdım ki, artıq orada müalicə alırdı və yenə də düşünürdüm ki, müalicə edəcəm. Nəsə, hansısa bir otlarla, hansısa bir yardımçı. Və zaman gəldi ki, biz otları verdikcə o qadın artıq, mən demərəm ki, otlarla müalicə aldı. Bir yanaşı olaraq həmin o reseptlərdən istifadə etdik, dediyim kimi. Get-gedə, bəlkə də bir inamı idi, bəlkə də qadın dedi ki, yox, mən bu bitkilərdən daha yaxşı oldum, bundan sonra yaxşı olmuşam. Zaman-zaman bir inam yaranırdı, o da mən də hələ heç, yenə deyirəm, diplom almamışdım, yəni o vaxtı. Amma bilirdim ki, verdiyimiz dərmanın da, verdiyimiz bitkilərin də elə bir ziyanı yoxdur, ziyanı da olmayacaq təbii ki. Amma onların özləri də insanı bir dəfə xəstə həkim eləyir. Əlbəttə elədir. Xəstə yetişdirir, həkimi həkim eləyən. Xəstənin geri dönüşü sizə motivasiya verirdi. Bəli, bəli. Və beləliklə siz başa düşürdünüz ki, düz yoldasınız. Bəli, dildən dilə, o necə deyir, keçə-keçə artıq fikrimi dəqiqləşdirdim ki, tam təbii vasitələrlə müalicə edəcəm. Hər zaman mən düşünürdüm ki, bəli, bu irsi, bu yolu mən yaratmamışam. Bu nəsildən nəslə keçən bir irsdir. Amma bu günləri o irsi davam elətdirərək düşündüm ki, elmi müstəvidə təsdiqləmək. Məhz bu cəhətdən, bu səbəbdən Qarabağın təbabətini, qədim Azərbaycanın təbabətini elmi müstəvidə təsdiqləməkdən ötürü 1-ci tibb universitetini bitirəndən sonra Azərbaycanda ikinci dəfə Sankt-Peterburg Meçenkov adına institutun tibb universitetində nəzdində olan deməli osteopatiya və inteqrativ təbabət institutuna daxil oldum. Orada yalnız həkimlər oxuyur, amma qanuni şəkildə oxuyurlar. Onlar artıq Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş kafedrada artıq mən dərs keçdim, institutda dərs keçdim. Və o institutu oxuyan zaman mən gördüm ki, həkim əlləri ilə insanlara yardım eləyir. Mənə müraciət edən xəstələr gəlirdilər, deyirlər məsələn, mənim belim ağrıyır, mənim qolum ağrıyır, məndə məsələn, mən müəyyən bir müalicələr aldım, amma yenə də kömək olmadı. Tez-tez qarşılaşırdıq. Məhz başa düşdüm ki, osteopatiya elminin fəlsəfəsi ilə Azərbaycanın qədim Azərbaycan təbabətinin ortaq sintezləri var. Ortaq bir necə deyim, biri-birinə toxunan tərəfləri var.
Çox yaxınlığı var. Çox yaxınlığı var və ona görə də osteopatiyanın elmini oxuyandan sonra gördüm ki, mən yanılmamışam. Nə yaxşı ki, mən gəldim osteopatiyaya. Nə yaxşı ki, həkim kimi artıq həkimin xəstələri əlləri ilə müalicə eləməsi kimi bir metodika varmış. Artıq o dünya metodikasına, artıq o dünya belə deyim, beynəlxalq təhsilə mən artıq bu beynəlxalq təhsil artıq mənə öz töhfəsini vermiş oldu və mən oranın diplomunu aldım və aldığım, oxuduğum, deməli, təhsil aldığım qrupa 55-ci qrupa mən daxil oldum 2022-ci ildə. Orada yəni həkimlər idi oxuyan, amma sonra artıq 3-cü kursdan başqa bir qrupa keçdim, Nokos qrupası. Burada ilk Rusiyada da elə ilk olaraq bu qrup açılmışdı və o qrupda təhsil alan insanlar professorlar idi. Rusiya Federasiyasının tibb universitetlərinin müəllimləri idi. 22 nəfər onlar idi. Bir nəfər tək Azərbaycanlı mən idim ki, həmin qrupun məzunu olduq bir yerdə və o da mənim həyatımda bir dönüş oldu və bu gün də fəxr edirəm ki, şərəf duyuram ki, elə bir qrupda, elə bir professorlarla çiyin-çiyinə o insanlarla, o mühitdə oxumaq, o xəstəliyi, o insanlarla müalicə eləmək, xəstəlikləri çox fərqlənir başqa yerdə. Mühit, həkimi mühit yetişdirir. Düzdür. Həkimi gördüyü xəstələr və bir də ki, o danışıqlar ki, yüksək səviyyədə ki, sən danışırsan, o vəziyyəti araşdıra bilirsən, professorlar səviyyəsinə, yəni artıq onda bilirsən ki, sən hansı səviyyəyə qadirsən. Doktor, son vaxtlar sosial şəbəkədə ən çox da sizin belə deyək də çox yayılıb videolarınız, hansında ki, məsəl üçün xaricdən gələnlər də var, qulağında problem olan, eşitməsində problem olan və xeyrini tapan insanlar. Onunla bağlı biraz məlumat verə bilərsiniz. Bu ümumiyyətlə osteopatiya belə bir elmdir ki, insan bədəninə tam vahid şəklində baxır. Osteopatiya insan bədənini orqana bölmür. Göz, qulaq, ürək, damarlar, sinir vahid qəbul edir. Həkim, osteopat əlləri ilə toxunur və aldığı o təhsil üzrə texnikalar var ki, həmin texnikalarla və dinləmə qabiliyyətinə görə xəstədə ayırd edir. Həkim, osteopat nə edir? Dinləyir. İnsan, özünüz də bilirsiniz, dinləyə bilən insan həmişə öz, necə deyirlər, məqsədinə çatır. Həkim nə edir? Həkim osteopat dinləyir, dinləməlidir, dinləməyi bacarmalıdır. Dinləməyi bacaran insanı da dinləmək var, bir də var bədəni dinləyəsən, bir də var xəstəliyi dinləyəsən, bir də var xəstəliyi dinləməyi bacarasan. Və beləliklə, osteopatiya belədir ki, 3 qrupa bölünür. Kranial osteopatiya, yəni baş, beyin, sinirlər. Visceral osteopatiya, daxili orqanlar və bir də struktural osteopatiya, yəni ki, əl, ayaq və quruluşun osteopatiyası ən vacib olanı budur. Bizim öyrəndiklərimiz budur. Hansı ki, bu qulaqla bağlı olan məsələ var. Bu struktura aid deyil, struktural osteopatiya aid deyil. Visceral və kranial osteopatiyanın birgə vəhdətindən yaranan bir elmdir. Və biz də yanaşanda, məsələn, bizə xəstə gəlib müraciət eləyir, baxırıq ki, diaqnozlar yazılıb. Əlbəttə ki, indi bu növbəti o diaqnozların adına mən sizə tam protokollar əlimdə olan zaman ki, növbəti verilişlərimizdə deyərəm. İndi bugün ümumi məlumat verəcəm. Xəstə gəlib mənə deyiblər ki, bir də sənin qulağın eşitməyəcək. Biz baxırıq osteopatik metodla ayırd edirik, dinləyirik. Osteopatik yəni olaraq baxırıq, yoxlayırıq ki, bunu da qeyd etdiyim kimi baş, beyin, onurğa beyni, beynin sərt qişası və bütöv bədən dinləmə. Dinləyirik, görürük ki, yox, bu sinir burada ölməyib. Burada hansısa funksional çatışmamazlıq var. Deyək ki, hələ sinirə çatmamış o səs, hansı ki, səs dalğaları formalaşmamış bir maneə yaradır. O maneəni müəyyən bir osteopatik metodika ilə aradan götürürük. Ani bir momentdə verdiyimiz suallara pasient cavab verir. Və bu zaman başa düşürük ki,
burada sinir ölməyib. Deyək ki, sinir var, amma işləmir. Funksiyası yoxdur. Disfunksiyadır. Məsələn, osteopatiyada somatik disfunksiyaları müalicə edən bir elmdir. Və məsələ qoyduğumuz bu diaqnoza əsasən o yolu keçirik və çox gözəl nəticələrimiz var. Xəstələr bizə müraciət edir, biz yoxlayırıq, əvvəlcə müəyyən lor həkimlərinin yazdığı müəyyən nəticələrlə gəlirlər bizə. Bizə müalicəmizi aparırıq. İlkin olaraq klinik dəyərləndirmə olur. Klinik dəyərləndirmədə artıq xəstələr eşidir. Bir var eşidən, eşitməyən. Əgər pasiyenti qəbul ediriksə, əgər biz osteopatik meyarlarla, osteopatik diaqnozları təsdiq edə biliriksə ki, bəli, bu disfunksiyadır, o zaman bəli, biz o xəstəni götürürük və müalicə edə bilirik. Və bu zaman audiometriyada da dəyişikliklər olur. Yəni, bu çox böyük işdir. Amma böyük işdir və dərin işdir və geniş söhbətdir. Bu növbəti postlarımızda bunu daha dəqiq, tək mən deyil, bir neçə həkimlərlə, yəni inşallah ki, biz bunu danışacağıq. Yenilikdir, bu tipdə böyük bir yenilikdir. Və belə deyim, bugün çox ayrı-ayrı ölkələrdən, xaricdən olan həm osteopatların, həm onun biomexanikasında dayanan başqa bir məqam var. Həm stomatoloqların, həm lor həkimlərinin, həm sinirlə məşğul olan hansı ki, nevroloqların marağındadır. Xüsusən osteopatların qeyd etdiyim kimi marağındadır. Və bu inşallah ki, bizə növbəti danışıqlarımızda, növbəti görüşlərimizdə daha geniş, ayrıca olaraq bir dənə elə həmin biz ayırarıq, ancaq qulaqla bağlı məsələyə, eşitməklə bağlı problemlərə. Onda geniş sizə izahatlar verəcəm. Və doğrudan da hətta akademik təbabətdə belə hələ müalicəsi mümkün olmayan elə nəticələr var ki, nəticə göstərməyən nəticələr var ki, biz onu ala bilirik. Və bu Azərbaycan adınadır. Əlbəttə. Qədim Azərbaycan təbabət adınadır. Bu tək mənim adımla bağlı deyil. Qədim Azərbaycan təbabətinin adı ilə bağlıdır. Və bir nur kimi bir ildən, 2 ildən sonra daha yüksək deməli zirvələrdə səslənəcək. İnşallah. Mən müraciət edən xəstələrin sırasında analizləri gətirirlər, analizlər normal idi. Deyirlər ki, məsələn, analizlərim normaldır. Heç bir ağrım, heç bir analizdə problemim yoxdur, amma ağrı məni sakit buraxmır. Yəni, nədən keçirəm? O zaman biz artıq yenə də həm qədim Azərbaycan təbabətini, həm osteopatiyanın fəlsəfəsini üzləşdiririk, yanaşdırırıq və baxırıq ki, doğrudan da iş burada orqanda deyil. İş o həm orqanda, həm insanın emosiyasında, həm insanın düşüncələrində və ruhunda və onların vəziyyətindədir problem. Başqa bir sözlə biomexanikasındadır. Və bunu müalicə etmək elə osteopatiya metodikası ilə müalicə etmək deməkdir. Və bundan daha üst təbəqədə müalicə etmək isə əsasları Qarabağ təbabətindən olan, hansı ki, daş skalpel doktoralı metodikası adı ilə biz hər zaman təqdim etmişəm. Onları birləşdirəndə daha gözəl nəticələr əldə etmişik. Və məhz mənim fərqli bir müalicə metodikamda ilə daşlarla Qarabağın qədim təbabətinə aid olan, nəsildən nəslə keçən, ailədən ailəyə keçən, heç bir kitablarda öyrədilməyən, yalnız dildən dilə, əldən ələ keçən həmin müalicə metodikalarıdır ki, osteopatiya elmi ilə birləşdirmişəm. Şifahi elm deyək də. Bəli, şifahi elm, amma necə xalq təbabəti, xalq təbabətindən başqa məsələn o mahnılar, xalq mahnıları necə dildən dilə keçir? Bu da belə dildən dilə, əldən ələ keçə-keçə böyük bir təbabət olması, amma bugünkü gündə mən artıq onun kitabını da ilk Azərbaycan ekraniyel osteopatiyanı tərcümə etmişəm və növbəti dəfə o kitabı da gətirəcəm. Yəni ilkin danışığımız oldu bu. Daşları da müəyyən bir daşlar var ki, onları da sizə təqdim edəcəm, baxasınız. Siz klinikada da olanda bir siz baxarsınız, çəkərsiniz, görün necə gözəl bir işlər var. Yəni fərqli bir işlərimiz var. Dünyada analoq olmayan işlər var. Və bu doğrudan da
aldığım nəticələrə istinad edib qürur duyuram. Doktor, çox sağ olun gəldiyiniz üçün. Təşəkkür edirəm. Sizin gördüyünüz işlər çoxdur, genişdir. Biz onu 1 saata, 2 saata sığdıra bilmərik. Təbii ki, biz yenə sizlə görüşəcəyik inşallah.